Artıq Ermənistan istiqamətindən düşmənin təminat yolu bağlanmışdı. Bir neçə istiqamətdən Şuşaya tərəf sızan xüsusi təyinatlılar Laçın, Şuşa, Xankəndi yolunu keçməli idi. Eyni zamanda şəhərə daxil olmaq üçün 3 qrup Daşaltı kəndinin sağ tərəfindən qayalıqlardan qalxmaqla, digər bir dəstə isə qayalıqların arasından keçərək çay yatağı boyunca məşhur Şuşa həbsxanası istiqamətində şəhərə daxil olmaq üçün hərəkətə başlayır. Şuşanın ətrafı yüksək sıldırım qayalarla bağlıdır. Yaxınlaşma istiqamətlərində düşmən həm patrullar çıxartmışdı, həm texnikalar yerləşdirmişdi. Bu mövqelərə yetərincə silah, sursat, ərzaq yığmışdı ki, o artıq belə fikirləşirdi ki, bu yol keçilə bilməz. Oradan keçid daha çətin olmasına baxmayaraq, düşmənin ağlına gələ bilməyəcək bir yer idi. Yəni, düşmənin ağlına belə gəlməzdi ki, biz qayalara dırmaşaraq qayadan keçəcəyik Laçın dəhlizini əlbəttə ki. Ora qədər gizli şəkildə sıza bildik. Amma Şuşa Laçın yoluna çatanda artıq biz təmasa girmək məcburiyyətində idik. Biz döyüşə-döyüşə hərəkət elədik yol üzərinə. İlk mühafizə qrupları çıxdı, yolu bağladı. Yolu bağlayandan sonra əsas bölmələr döyüşə-döyüşə yoldan hərəkət eləyərək yolu keçdi. Yolda ermənilər bizi qarşılayırdı, həmişə kimi pusku atmışdılar bizə. Puskudan onları məhv etdik. Yəni, bir dənə erməni orada sağ qoymadıq. Üç yol vardı Xankəndidə. Getdik onun altına çatdıq, yüksəyin altında yerləşdik. Planda mən pusku əməliyyatı yerinə yetirməliydim, sonra bölmələr oradan hücuma keçməli idi. 120-130-a yaxın heyət var idi. Yol üzərində patrolluq edirlər, əllərində silah. Gəlib gedirlər. Onlar bəlkə fikirləşmişdilər ki, bu qədər əllərində olan təsisatdan oradan kimsə keçə bilməz. Yəqin ki, xüsusi təyinatlı qüvvələri nəzərə alınmamışdır burada. Yolun üzərində bir tank vurduq, bir BMP vurduq, bir dənə UAZ vurduq. Qalan şəxsiyyətini yüngül silahlarla məhv elədik. Digərləri qaçdılar, getdilər. Əsas məqsədimiz bizim Xankəndindən gələn yolun bağlanması, bir də Laçın istiqamətindən, oradakı istiqamətdən çıxıb Xankəndinə doğru qaçacaq düşmənin qarşısına almaq da bizim məqsədimizdən biri idi. Düşmən artıq Əzrailin onların başının üzərində fırlanmasını hiss etmişdi. Onlar bilirdilər ki, Şuşa şəhəri işğaldan azad olunacaq. Sadəcə Şuşa şəhəri hansı istiqamətdən, kimlərin vasitəsilə, hansı qaydada işğaldan azad olunacağını onlar təyin edə bilməzdilər. Yəni, Azərbaycan əskəri hansı təhlükəni gözünün qabağına alaraq Şuşa şəhərini işğaldan azad edəcək. Düşmənin bütün fikri həmin yolun açılmasına, yəni Laçınla Şuşa Xankəndi arasındakı yolun, təminat yolunun heç vaxtı bizim tərəfindən bağlı qalmamasına çalışırdı. Yuxarı komandanlıqdan Xankəndi Şuşa yolunu nəzarətə götürən xüsusi təyinatlı qrupa belə bir əmr gəlir. Şahin 1, Akula 71'en qəbul. Akula 71, Şahin 1 qəbulda. Düşmənin Xankəndi istiqamətindən gələn canlı qüvvəsi məhv edilsin. Amma tanklar Şuşa istiqamətinə buraxılsın. Onlar şəhərdəki dəstələr tərəfindən məhv ediləcək. Oldu, qəbul. Biz qalanın önündəki o şamlıq var.